İrəvana qayıtmaq məsələsi sırf ona xidmət edir ki, ermənilərlə düşmənçilik qorunsun və gürcülərlə də dil məsələsi problemini açacaqlar və Azərbaycanda bir dənə qığılcım gözləyəcəklər ki, Gürcüstanla münasibətləri yenidən korlasınlar, Gürcüstana qarşı ərazi iddialarına başlasınlar, oradakı azərbaycanlılardan Gürcüstana qarşı istifadə etsinlər. Mən özüm Gürcüstanda azərbaycanlılarla işləmişəm və onların bir çox haqlarını da qorumuşam. Mənim onların haqları ilə bir problemim yoxdur. Amma bu Əliyevin xeyrinə istifadə olunmamalıdır. Bunu bəzi Gürcü aktivistlər də başa düşür, Gürcüstanlı, Azərbaycanlı aktivistlər də başa düşür. Amma təəssüf ki, bunu Gürcüstanda yaşayan bütün azərbaycanlılar başa düşmür. Azərbaycandakıların özləri də, Azərbaycanın özündə də yaşayan azərbaycanlılar bu prosesləri anlamır, məntiqini anlamır və bu çox təhlükəli bir məsələdir. Çox təhlükəli bir məsələdir.